Məsələn, biz danışırıq ki, namaz əvvəl vaxta qılınmalıdır. Həqiqətən bir illik plan qurun, təcrübə eləyin. Gələn Ramazan ayına qədər bütün namazları azan vaxtda qıla bilsəz, nəticəsini görməsəz, mən yox, Əllamə Qazi deyib ki, mənə lənət oxuyun. İndi bunu eşitdik, qərar veririk, namazları vaxtında qılaq, məsələn. Namazları qılırıq, vaxtında qılırıq. Bunun üçün nə qədər mübarizə aparırıq. Düşür qaydasına, ürəyimiz, könlümüz ünsiyyət tapır namaz, əvvəl vaxtda qılınan namazla. Allah gətirir, imtahan çıxardır. Bir gündə namazın əvvəl vaxtında ondan vacib iş çıxardır qabağa. Mən namazı, mən demə. Sənə Allah burada bu başqa şey istəyir. Bəzi adamlar var, 5 dənə, 3 dənə dindən şey götürüblər, könül bağlayıblar ona, ancaq ondan yapışırlar. Öz könül bağladığı şey, deyib, başımı kəssələr dönmərəm. Mən bu işləri görməliyəm. Amma mömin sümbül kimi olar, hədisdə var. Sümbül kimi necə? Allahdan nə əmr gəlsə o tərəfə əyilər. Cihada könül bağlasaydı əleyhissalam, desəydi, yox, cihad. Onda Peyğəmbərdən sonra səbr eləməzdi. Əlinin əzəməti bunda idi ki, qılınc çalıb, düşmənin belini qıran, döyüş meydanında dincələn Əli indi sakit oturmalıdır, qılıncını qınına salmalıdır, qılıncı paslanmalıdır. Bax, bəndəliyin çətinliyi bundadır.